Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də böyük təntənə ilə qeyd edilib. Sumqayıt bulvarında təşkil edilən bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyəti iştirak edib. Bayram şənliyində bayram ovqatlı sərgilər, əl işlərindən ibarət nümunələr, aşı kavaları, meyxana ifaları, xalq oyunları, milli rəqslər, məktəblilərin ədəbi bədii kompozisiyaları, folklor nümunələri, qədim ənənələrimizi tərənnüm edən adətlər, milli mətbəx nümunələri, musiqilər, şeirlər, keçəllə kosanın məzəli əhvalatları, yumurta döyüşü, kəndirbazların akrobatik hərəkətləri, idmançıların, pəhləvanların rəngarəng çıxışları nümayiş olunub. Yazın gəlişini bildirən və xalqımızın milli mənəvi dəyərlərini özündə ihtiva edən müxtəlif oyunlar, zarafatlar, şən-şux mahnılar hamıda xoş ovqat yaradıb. Bayram şənliyində bildirilib ki, Novruz adət-ənənələrimizi əsrlər boyu yaşadıb, bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzə də gətirib çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha böyük coşqu ilə, daha möhtəşəm şəkildə qeyd edir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bugün bütöv Azərbaycanda işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir. Şəhər sakinlərinin bayram sevinci musiqili bədii hissə ilə davam edib. Bu yolda öldü var, döndü yoxdur. Yaşasın müstəqil Azərbaycan, yaşasın Azərbaycan ordusu, eşq olsun Ali Başkomandan cənab İlham Əliyevə.
Şahnaz Əliyeva, Nizami Rəsulov, xüsusi olaraq Denaz TV üçün.